Festivalda uşaqlar üçün üzboyama, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən tullantıları yaşıllıqlara çevir kimi fərdi aksiyalar təşkil olunub. Burada əsas məqsəd insanların ətraf mühitə zibil atmaması, hansı ki, o ətraf mühitə atdıqları zibilləri, tullantıları deyək, gətirilər burada müəyyən ayrılmış qablara atırlar. Biz də onların əvəzində isə onlara tinç veririk. Bu gün burada iştirak etdim və çox ürəyimcə oldu bu bahar festivalına. Keçən də iştirak etmişdim, əlbəttə ki, hər il iştirak edirəm, övladlarımı gətirmişəm. Çox əyləndik, çox sevindik. Festivalda Azərbaycan Respublikasının tanınmış müğənniləri və xalq artistlərinin ifasında sevilən mahnılar, Muxtar Respublikanın musiqi və folklor kollektivlərinin çıxışları, xalq sənəti, milli geyim, milli mətbəx, şifahi poeziya, yaradıcılıq nümunələri nümayiş etdirilib, rəqs nömrələri ifa olunub. Bu günlərdə çox maraqlı, bir-birinə maraqlı konsert nömrələri, tədbirlər keçiriləcəkdir. Həmçinin Bakıdan dəvət olunmuş sevinən müğənnilərin Gülyaz xanımın artıq açılış tədbirimizdə ilk ifası oldu və məhz bugün axşam 20:00-da onun konsert proqramını dinləyəcək bizim şəhər sakinləri və şəhərimizdə qonaq olan turistlər. Həmçinin Elnarə Xəlilova, gənclərin sevimli qrupu olan Döngə qrupu və Nigar Camal, yəni sevinən müğənni Nigar Camalın da 23 mart tarixində konsert proqramı nəzərdə tutulmuşdu. Bahar Fest çərçivəsində Naxçıvan şəhər İcra Hakimiyyəti, Naxçıvan şəhər Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə yurdumuza Bahar gəlir adlı rəsm müsabiqəsi təşkil edilib. Müsabiqə çərçivəsində Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Uşaq İncəsənət və Bədii Sənətkarlıq Məktəbinin şagirdləri iştirak edib. 21 yeniyetmə və gənc rəssamın iştirak etdiyi müsabiqədə baharın gəlişini özündə əks etdirən rəsmlər tərənnüm edilib. Sərbəst rəssamlardan ibarət bir münsiflər heyəti təşkil olunubdur və elə bilirəm ki, şagirdlərimizin əl işlərini dəyərləndirəcəyik və onlara birinci, ikinci, üçüncü yer və iştirak edib, cürət göstərib iştirak etdiklərinə görə də digərlərinə də diplomlar təqdim eləyəcəyik. Qeyd edək ki, Bahar Fest mart ayının 23-nə kimi davam edəcək.